Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda 8 nömrəli məktəbə yaxın, bax belə bir 2 mərtəbəli, sənədli, 6 otaqlı həyət evi satışdadır. Onu qeyd edeyim ki, ev 2 ailə üçün tam yararlıdır. Yəni 3 otaq mətbəxi, hamam otağı 1-ci mərtəbədə və 3 otaq hamam otağı mətbəxi isə 2-ci mərtəbədə yerləşir. Bu evin üst görünüşüdür. Rahatlıqla həyətinə 200 maşın yerləşir. Evin qarşı hissəsi göründüyü ki, bax belə bir genişlikdir ki, burada da maşın saxlar, rahatlıqla maşın saxlamaq olar və evin bax bu yan tərəfində də burada da maşın saxlamaq mümkündür. Sayğacların hər biri qoyulubdur, qaz, su, işıq daimidir. Su sayğacı burada göründüyü kimi həyətə keçək. Həyətə daxil olduqda göründüyü ki, bax bura evin həyəti, bir daha evin üst görünüşünü göstərim. Onu qeyd edim ki, evin həyətində də hamam otağı yerləşir. İndi onu da göstərəcəm. Evə giriş 1-ci mərtəbəyə buradandır, 2-ci mərtəbəyə giriş isə bu hissədəndir. Bax bu isə burada narağacı meyvə ağacları da var həyətində. Bura evin yan tərəfində bax göründüyü ki, belə bir həyət saxlanılıb. Burada qardırobu var, onu qeyd edeyim. Sonra yaddan çıxar. Müəyyən əşyaları yerləşdirmək üçün banka balon, bax belə bir yerləşdirmək üçün sənədlər qeyd etdiyim qaydasındadır. Evin trap xətti birinci mərtəbədən evin içərisi ilə tanış olaq. Və ilk öncə də onu göstərim ki, bax burada hamam otağı birinci həyətində. Belə bir həyətində yerləşən. Burada da belə bir yer saxlanılıbdır ki, gül əkmək üçün mümkündür, gül əkmək üçün yer saxlanılır. Birinci mərtəbəyə daxil olduqda geniş bir dəhlizli hamam otağı və mətbəxi istilik sistemidir. 3 otaqdır, geniş otaqlardır. Bura bir otağı, evin onu qeyd edim ki, qoşadaşla tikilibdir, şəxsi tikili evlərdəndir. Göründük, bax, birinci mərtəbədə də ara kəsmələr qoşadaşla gedir. Bura ikinci bir otaq, geniş bir otaqdır və bu üçüncü otaqda isə əşyalar olduğu üçün qapısı bağlıdır və ona görə evin içərisinə keçə bilmirik, otağa keçib baxa bilmirik. Bura hamam otağıdır, hamam otaqları ayrı-ayrıdır və bura isə santral qovşaq, bax beləsində 2 dənə ayrı-ayrı, yəni otaqlar əksəri evlərdə göründük ki, birisi bir yerdə olur, burada isə ayrı-ayrıdır. Döşəməsi qeyd etdiyim kimi mətbəx döşəmə və istilik sistemidir. Bura isə mətbəxi. Birinci mərtəbə ilə tanış olduq, indi isə ikinci mərtəbəyə qalxaq. Və ikinci mərtəbəyə qalxdıqda göründüyü kimi, bax, ikinci mərtəbədə belə bir enli, geniş bir pilləkəni var. İkinci mərtəbəyə qalxmaq üçün, ikinci mərtəbəyə qalxmaq, bax, bura ikinci mərtəbənin foyesi, kombi aparatı yerləşdirilib. Bura balkon. Bura belə bir balkon, yəni pəncərələr də qoyulub ki, burada da əyləşmək olar, gələcəkdə alıcı istədiyi kimi istifadə edə bilər. Və evə daxil olduqda göründük, bax, belə bir dəhlizi. 3 otaq da burada yerləşir, hamam otağı və mətbəxi. Bura bir yataq otağıdır. Konservasyon şixəti çəkilib, kombi aparatında görüldüyü ki, radiatorlar da qoyulub. Otaqlar genişdir, kifayət qədər genişdir. Və rahatlıqla da əşyaları da burada yerləşdirmək olar. Bura ikinci bir yataq otağı, konservasyon şixəti burada da çəkilib, bu otaqda da var. Və bura isə zal otağı, geniş belə bir zal otağı. Yəni alıcı istəsə, otaqların hər biri genişdir. Zal otağı kimi hər hansısa birini istifadə edə bilər. Düdüksündə şixəti çəkilib, konservasiyonda şixəti çəkilib, hər bir otaqda radiatorlar qoyulubdur. Göründüyü kimi 2 pəncərəsi var bu otağın. Bura mətbəxi, ikinci mərtəbədə, yəni 2 ailə rahatlıqla bu evdə yaşaya bilər. Mətbəxi və göründüyü kimi mətbəxin də döşəməsi istilik sistemidir, metlaq qurulubdur. Buradan isə balkona çıxışır, bura balkonu. Çox geniş, 2 ailə üçün tam yararlı bir evdir. Və sonuncu göstərəcəyim yer isə ikinci mərtəbədə yerləşən hamam otağıdır ki, bax, metlaq kafeli göründüyü kimi tam təmirli vəziyyətdədir. Döşəməsi də istilik sistemidir. Sənəddə qeyd etdiyim kimi qısadır və evin başlanğıc qiyməti 155 min manat deyilir. Real alıcıya endirim olunacaqdır. Bu ev haqqında və digər başqa evlər haqqında əlavə məlumat almaq istəyənlər aşağıda və ekranda göstərilən nömrə ilə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərlər.